Today we are teaching on Revelation 18. Bugün biz Vəhiy kitabı 18-ci fəsildən dərsləyəcəyik. I want to thank everybody for Hər kəsə təşəkkürümü bildirmək istəyirəm. For your lives. I want to thank you Minnətdaram for Tanrıya your faith. həyatınıza görə, imanınıza görə, For your interest in studying the Word. Tanrının sözünü araşdırmaq üçün maraq göstərdiyinizə görə təşəkkürümü bildirirəm. For your love for your local church. Minnətdaram ki, yerli kilsələrinizi sevirsiniz. And our love for each other. Eləcə də bir-birinizə olan sevginizə görə minnətdaram. This is the church that Christ made. Çünki The gates of hell will not bu prevail kilsəni against it. quran İsa Məsihdir və cəhənnəmin darvazaları bu kilsəyə qalib gələ But in bilməz. Revelations chapters 17 and 18 we Amma have Vəhiy kitabı 17-ci fəslə və 18-ci fəslə baxanda manifested biz görürük and- necə and, şər qüvvələr it is overcome, it is destroyed. deməli baş qaldırır və bir növ qalib gəlir və dağıdıcı zərbələr endirir Yeah. yer üzünə. So the horror of Revelation 17 Vəhiy kitabı 17-ci fəsildə adı çəkilən by the fahişə 10 kings onu 10 padşah sonra özləri məhv edir fahişəni. Əvvəl baş qaldırır bu and then we fahişə, have the Babil olan böyük şəhər. city of Babylon destroyed in Sonra Revelation 18. Vəhiy kitabı 18-ci fəsildə və görür ki, böyük Babil o dağıdılır. And I want you to turn with me to Və xahiş edirəm, Revelation 18. mənimlə birlikdə Vəhiy kitabı 18-ci fəsli açın. In verse 1, Birinci bənddən başlayaraq. and we left off. Pastor Love finished at Pastor Love 18:4. Bu dərsdən əvvəlki dərs öyrədib və 18-ci fəslin 4-cü bəndində dayandı. We can start reading from verse 1. Biz isə bugün 1-ci bənddən başlayaraq After oxuyub these davam things, edə I bilərik. saw another angel Burada coming yazılıb down from heaven, ki, having bundan great sonra authority, and the earth göydən was enən illuminated başqa with bir his glory. mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. Yeah. Bəli. Let me say something about the nature Gəlin, of evil. mən şərin təbiəti barədə bir-iki kəlmə söz deyim. There are basically two sins that are connected with Əsasən satanic evil. iki günah var ki, onlar şeytanın şəri ilə əlaqəlidir. İki günah şeytanın And şəri I ilə shared it in əlaqəlidir. my morning devotional today. Və bugün səhər həsrətmə sözümdə mən bu barədə danışdım. And they are number one, pride, Bu ikisi nədir? Birincisi bu and qürurdur number two, və ikincisi lying bu yalan danışmaqdır or Qürur və untruth. yalan. və ya həqiqi olmayan şeyi Yeah, danışmaq. so the spirit of the Deməli, God of this world, Bu the God dünyanın of this world ruhu blinds the minds of insanların people. əqillərini kör edir. Onların düşüncələrini And that happens with our gücsüz pride. edir. Və bu da bizim qürurumuz vasitəsilədir. Our pride blinds or Bizim affects our mind. Qürurumuz Blind spots. bizim əqlimizə We have təsir göstərir blindness where we və can't see very well. bizim kör ləkələrimiz yaranır düşüncəmizdə və biz müəyyən şeyləri artıq başa düşə bilmirik və And that şəri is what is görmürük. happening in the world today. Əslində bugünkü But in the dünyada da time bu of the baş verir. tribulation period, Amma daha sonra stronger. kədər dövründə bax bu qüvvə daha güclü olacaq. İnsanların kör olmuş əqli daha da güclü There's a şəkildə lot of özünü biruzə pride verəcək. and a lot of Çoxlu untruth. qürur var və çoxlu yalan var. And the effect that it has
və is bunun that, təsiri, bu ikisinin təsiri they persecute the truth. They attack o the cür truth. üzə çıxır ki, müəyyən insanlar və ya müəyyən qüvvələr başlayır həqiqəti təqib etməyə. Now, a prostitute Və fahişə kimi burada qələmə verilən o qüvvə Vəhiy kitabı 17-ci fəsildə yaxşı bir nümunədir bizim üçün. Yəni, bu iki şeyin nümunəsidir. Qürur və həqiqət olmayan şeyin, yalanın nümunəsidir. Və qürurla yalan, qürurla aldatma, onlar müqəddəslərə hücum edir. Onları tuşa alıb. Biz bu barədə 17-ci fəsildə oxumuşduq. Ki bu fahişə içkilidir. Yəni, baxın, 17-ci fəsil, 2-ci bənd. Yeryüzünün padşahları onunla, bu fahişə ilə əxlaqsızlıq etdilər və yeryüzündə yaşayanlar onun deyilir əxlaqsızlıq şərabından sərxoş oldular. Görürsünüz ki, növbəti bənddə, 3-cü bənddə necə bu fahişə nə cür geyimlər geyinir. 3 və 4-cü bəndlərdə onun üst paltarının təsviri verilir. Sonra deyilir ki, 6-cı bənddə bu fahişə müqəddəslərin qanından içərək sərxoş olub. Həmin mənzərə bizə göstərir ki, şər nə cür əməl edir və yalançı təlim nə cür hərəkət edir və bu fahişənin təmsilçiliyi dindir. Yəni, o yalançı dini təmsil edir və necə siyasi arenada o öz nüfuzunu göstərir. Və bu fahişə və yalançı din müqəddəsləri qətlə yetirmək vəzifəsini daşıyır. Belə ki, yeryüzünün padşahları burada deyiləndə kədər dövrünün başlanğıcından ta ortasına kimi olan dövrdə bu padşahlar fəaliyyət göstərir və onlar yalançı dinlə əlaqəlidirlər. Yalançı din çox güclüdür və yalançı din həqiqi xristianları o kədər dövrünün birinci yarısında xristianları təqib edir, müqəddəsləri təqib edir. Və o müqəddəslərə deyilir kədər dövrünün müqəddəsləri. Çünki biz inanırıq ki, kilsə kədər dövründə olmayacaq. Və 18-ci fəslə keçəndə biz artıq o yalançı dinin iştirakını görmürük mənzərədə. Və 17-ci fəsillə 18-ci fəsil arasında fərq odur ki, o fahişə yalançı dini təmsil edir, yalançı təlimi təqdim edir. Amma sonra Məsih Əl-Heydarı onu uzaqlaşdırır mənzərədən və Məsih Əl-Heydarının baş qaldırmasıyla o artıq ümumdünya miqyasında hökmranlıq etmək üçün daha güclü siyasi və iqtisadi əlaqələr yaradır. 18-ci fəsildə isə artıq Böyük Babilin dağıdılması barədə oxuyuruq və ya görürük. Burada 1-ci bənddə 18-ci fəsildə görürük ki, mələk göydən yerə enir və böyük
deməli səslə, uca səslə ikinci bənddə nida edib deyir: dağıldı böyük Babil, dağıldı. 2 dəfə dağıldı sözünü deyir. Sonra deyir ki, Babil cinlərin məskəni, hər cür natəmiz ruhun sığınacağı, hər cür murdar quşun yuvasına çevrilir. Cinlər hardasa yaşayır. Babil isə cinlərin içində məskən saldığı bir yerdir, ya idi. Ola bilər ki, cinlər şəhərlərə cəlb olunublar, nüfuz edirlər. Cinlər insanlara cəlb olunurlar. Və Babil elə bir yer idi, cinlərin qaynaşdığı yer. Yəni, şərin ocağıdır, evidir. Və burada o mənzərə açıqlanır ki, Babil şəhərinin arxasında nə bir mənzərə bizi gözləyir. Burada o şəhərin mövqeyi, tarixi mövqeyi qeyd olunur. Efrat çayı sahilində bərqərar olub. Ondan sonra 3-cü bənddə deyilir ki, bütün millətlər o qadının, yəni Böyük Babilin coşqun əxlaqsızlıq şərabından içdi və yeryüzünün padşahları onunla əxlaqsızlıq etdi. Dünyanın tacirləri onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı. Belə ki, maddi varlıq var, zənginlik. Ondan sonra etiraz ücbatından alüdəlik var. Belə ki, artıq şəhvətpərəstlik var. Yer üzündəki sərvətlər və bununla varlaşır. Dünyanın tacirləri ki, Babildə olan o zənginlikdən varlaşır. Amma indi məqam gəlib ki, Babil dağıdılacaq. Bu sanki qum üzərində birinin öz evini tikməsinə bənzəyir. Qaya üzərində evini tikmək əvəzinə adam evini qum üzərində tikir. Yadınızdadır, İsa deyir ki, mənim qurduğum kilsəni cəhənnəmin darvazaları məğlub edə bilməz. Amma burada elə bir mənzərə görünür ki, cəhənnəmin darvazaları Böyük Babil şəhərini məğlub edir, dağıdır. 4-cü bəndə baxaq. Bilir ki, mən göydən belə deyən başqa bir səs də eşitdim. Bu səs deyir: ey mənim xalqım, oradan çıxın ki, onun, yəni Böyük Babilin günahlarına şərik olmayasınız. Onun uğrayacağı bəlalara da düçar olmayasınız. Bu sanki Koniflərə 2-ci məktub 6-cı fəslə səslənir ki, qeyri-bərabər boyunduruq altına başqaları ilə girməyin. Sanki Yahudilərə deyilən söz kimi səslənir ki, Misirdə köləlik durumunuzdan çıxın. Misirdən çıxın. Eləcə də bir mənada bu bizə şamil olunur. Yəni, biz kiminlə əlaqəliyik, kiminlə dostluq edirik, necə yaşayırıq, nədir bizim üçün əhəmiyyət kəsb edən dəyərlər həyatımızda, özümüzü kiminlə eyniləşdiririk. Amma Məsihə gələndə çarmıx haqqında öyrənirik. Nəticədə bu cür şeylər artıq bizim üzərimizdə təsir gücünü itirirlər. Və biz dünyadakı etirazlardan,
canımızı qurtarmışıq. 2. Peter 1:4. Verse 5. Vəhiy 18:5-ə baxaq. For her sins have reached to heaven, and Orada God deyilir, hath remembered çünki her onun günahları iniquities. qalaqlanıb göyə çatdı. Allah onun haqsız işlərini yada saldı. Render to her just as she rendered to you, and repay her O double nə according to etdisə, her works. 6-cı bənd. In Siz the də cup which she əvəzində mixed, ona belə edin. mixed Əməllərinin for əvəzini double, ona for 2 her qat double. verin. Tökdüyü kasadakı şərabın 2 qatını töküb ona verin. Vəhiy 18-ci fəsil, 6-cı Measure that bənd. she glorified herself and lived luxuriously 7-ci in bənd. the same measure Özünü nə qədər of her izzətləndirib, torment and şəhvətpərəstlik sorrow. içində yaşadısa, She says in her heart, ona I will sit as o qədər queen də işgəncə və yas verin. and will not see Çünki sorrow. ürəyində deyir, mən mələkə taxtında oturmuşam, dul deyiləm, əsla yas tutmayacağam. That's interesting because Bu çox maraqlıdır. she's very wealthy. Çünki o, yəni Böyük Babil, çox zəngin bir şəhərdir She's very confident. və bu şəhər çox özünə əmindir. Babylon, the city Babylon. Söhbət böyük şəhər Babildən gedir. She's very wealthy, very Çox confident, zəngin, and very çox özünə proud. əmin və çox qürurlu bir şəhərdir. Therefore her plagues will come in one day. 8-ci bənd. Death, Buna görə də bir mourning, günün and içində famine, onun and üstünə she'll bəlalar be utterly gələcək. burned with fire. Azara, And is the Lord yasa, God who judges. acılığa düçar olacaq. Odda yandırılacaq. Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir. Now there's two parts here. Bəli, burada 2 The hissə var. earth is sad about the destruction of Babylon. Yer kürəsi Böyük Babil şəhərinin dağıdılmasından kədərlənir. That's from verse 9 to verse 19. Bu 9-cu bənddən 19-cu bəndə kimi parçada oxuyuruq. Categories of people. Burada 3 kateqoriyalı insan görə bilirik. The kings are sad. Padşahlar, yer üzünün padşahları kədərlidirlər. The merchants are sad. Ondan sonra tacirlər, dünyanın tacirləri kədərləniblər And the sailors are sad. və eləcə də gəmiçilər. We could imagine a big, beautiful, Və biz powerful böyük, city gözəl, that is very güclü comfortable and şəhəri confident gözümüzün qabağında being canlandıra destroyed bilərik in 1 hour. ki, zəngindir, özünə əmin, təmtəraqlı bir şəhərdir. Amma bir günün içində, bir saatın But içində then dağıdılacaq. actually, in Amma heaven, sonra they göylərdə are rejoicing. görürük ki, sevinc var. That's verse chapter 18, Bu da verse 18-ci 20 fəsil to verse 20-ci 24. bənddən 24-cü bəndə kimi parçada qeyd olunub. So like on one hand, Yəni bir there is tərəfdən great sorrow and loss böyük kədər var və itkiyə and, görə sadness yas for var, what has happened, and on the baş other verənlər hand, in barədə heaven, kədər. Digər tərəfdən with isə believers, göylərdə there is great rejoicing imanlar that this has arasında bu hadisənin baş verməsinə görə böyük sevinc var. Böyük Babilin dağıdılmasına göylərdə sevinc var. Now, in the book of Revelation, we have Vəhiy the kitabında judgment of God biz görürük on the ki, world. Allahın yer üzünə tökdüyü mühakiməsi var. The judgment of God on the Allahın world and mühakiməsi yer üzünə worldliness və and unbelief dünyəvilik and pride və and deception. imansızlıq və qürurla aldatma, bunlar öz mühakimə payını Allahdan alırlar. But then we have Daha the sonra coming of Christ. Məsihin gəlişi haqqında oxuyuruq. That's in chapter 19. Bu da 19-cu bənddədir. But before Yəni, he üzr istəyirəm, comes, 19-cu fəsildədir. Amma Məsih gəlmədən qabaq God is allowing the world
Tanrı dünyaya icazə verir ki, dünya mühakimə olunsun. Din mühakimə payını alır. Siyasətçilər öz mühakimə payını alırlar və sonra o vaxt üçün yer üzündəki iqtisadiyyat mühakiməsini alır. Səmalar da bu hadisələrə, mühakimə hadisələrinin yer üzünə baxıb bundan sevinir və xoşbəxtliyini bildirirlər. 9-cu bənd. Yəni 9-cu bənddən 18-ci fəslin 9-cu bənddən 19-cu bəndə kimi parçanı oxuyacağam. Siz də öz müqəddəs kitablarınızda izləyin. Vəhiy 18, 9-dan başlayaraq. Burada yazılır. Onunla, yəni böyük şəhər Babillə əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb nalə çəkəcəklər. 10-cu bənd. Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər. Vay, vay halına böyük şəhər, möhkəm şəhər Babil, çünki bir saat içində sənin cəzan çatdı. Deməli, bu padşahlardır. Növbəti qrup. 11-ci bənddə baxın. İndi növbəti qrup 11-ci bənddədir. Yer üzünün tacirləri də böyük şəhər olan Babil üçün ağlayıb yas tutur. Çünki onların malını qızıl, gümüş, qiymətli daşlar və mirvariləri, incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları, hər cür ətirli ağacı, fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı, darçın, hil, buxur, ətirli yağ və kündürü, şərab, zeytun yağı, narın un və buğdanı, malqara, qoyunlar, atlar və arabaları, insan bədənləri və canlarını da artıq heç kəs pulla almır. Deməli, burada tacirlərin kədərinin səbəbindən göstərilir. Səbəblər 11-ci bənd, 12-ci bənd və 13-cü bənddədir ki, bütün bu sadalanan mallar ki var idi, onları heç kim artıq almır və bu da tacirləri kədərləndirir. 11-ci bənddir ki, yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur. Çünki malını heç kim almır. Sonra deyir ki, onlar deyirlər, ürəyinin 14-cü bənd, arzuladığı bəhrələr, bu bəhrələr əlindən çıxdı. Bütün can, yəni cah cəlalı malların yox oldu. Heç kəs onları bir daha tapmayacaq. 15-ci bənd. Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər. Deyəcəklər, vay, vay halına, incə kətan, tün qırmızı, al rəngli parçalardan paltar giyən, qızıl, qiymətli daşlar və mirvarilərlə bəzənən bu böyük şəhər. Çünki bu qədər var dövlət bir saat içində viran oldu. Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanacaq. Onun yanğından çıxan tüstüyə baxıb nida edirdilər. Hansı şəhər bu böyük şəhərə tay ola bilər deyirdilər. 18-ci bənd.
Böyük şəhərin yanğınından çıxan tüstüyə baxıb nida etdilər. Nida edib dedilər, hansı şəhər bu böyük şəhərə tay ola bilər? 19-cu bənd, onlar başlarına toz töküb fəryad edir və ağlayıb, yas tutaraq deyirdilər, vay, vay halına, dənizdə gəmisi olanların hamısının oranın çox qiymətli malları ilə varlandığı böyük şəhər. Çünki bir saat içində viran oldu. Və yadınızdadırsa, Yeşaya Peyğəmbərin kitabında deyilir ki, Babil şəhəri dağıdılacaq və yenidən bərpa olunmayacaq. Yəni, kədər dövrü üçün bərpa olunsa belə, Babil şəhəri, yəni böyük Babil şəhəri yenə də dağıdılacaq. Belə ki, nəticədə kədər var. Və kədərlənənlər kimdir? Ki, bu, deməli, padşahlardır, yer üzünün padşahları, ondan sonra yer üzünün tacirləri və eləcə də dənizçilərin. Və onların kədərinin səbəbi də maddi, deməli, xeyrin itkisindən gəlir ki, onlarda olan bu maddi varlıq əldən çıxacaq. Və yadınızdadırsa, İsa Məsih Matta 6-cı fəsildə demişdi ki, bu müvəqqəti dəyərə malik olan şeyləri axtarmayın, istəməyin. Və daha sonra deyir ki, Laodikiya kilsəsi Məsihdən paslanmayacaq qızıl, gümüş və qiymətli daşlar alsın. Və sonuncu hissəmizdə 20-ci bənddən 24-cü bəndə kimi parçadadır. Və baxın necə yer üzündə baş verən fəlakətlə kontrastda yer üzündən nisbətən göylərdə nə qədər böyük bir sevinç var. Baxın, 20-ci bənddən başlayaraq deyilir, ey göylər, müqəddəslər, həvarilər və peyğəmbərlər, böyük şəhər Babilin halını bayram edin. Onun sizin üçün çıxartdığı hökmü Allah onun öz başına gətirdi. Bu da kulminasiyadır. Yəni, lap zirvəyə çatan nöqtədədir kədər dövrünün hadisəsi. Nə var ki, Allah Teala Babili, böyük Babil şəhərini mühakimə edir və bu hadisə ilə paralel göylərdə deməli, böyük sevinç hadisəsini görürük. Çünki Tanrı öz məhkəməsini Babil üzərində yürütdü. 21-ci bənd. Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi. Böyük şəhər Babil də belə zorakılıqla yıxılacaq. Bir daha görünməyəcək. Bir daha görünməyəcək o böyük şəhər Babil. 22-ci bənd. Çəng çalanların, müğənnilərin, tütək və şeypur çalanların səsi artıq səndən gəlməyəcək, ey Babil. Hər cür sənətlə məşğul olan sənətkarlar artıq səndə olmayacaq, ey Babil. Dəyirman səsi də artıq səndən, ey Babil, gəlməyəcək. 22-ci bənd. Və növbəti bəndimiz 23-cü bənddir. Burada deyilir, çıraq işığı artıq səndə, ey Babil, görünməyəcək. Bey gəlin sədası artıq səndən, ey Babil, gəlməyəcək. Çünki sənin, ey Babil, tacirlərin yer üzünün böyük adamları idi. Bütün millətlər sənin, ey Babil, seyrbazlığına aldanmışdı. Və nəhayət 24-cü bənd, peyğəmbərlərin sənin, ey Babil, müqəddəslərin və yer üzündə kəsilənlərin hamısının qanı o şəhərdə üzə çıxdı. Və bu da 18-ci fəslin sonudur. 18-ci fəsil bu
sözlərlə And bitir. then the chapter 19 goes into the Ondan second sonra coming of Christ. 19-cu fəsil bütövlüklə İsa Məsihin yer üzünə ikinci gəlişinə There is həsr olunur real rejoicing in heaven that və the kingdom of səmalarda, heaven is going to come göylərdə to the böyük earth. sevinc nidası var. Çünki səmavi padşahlığın padşahı yer üzünə enəcək və səmavi padşahlığı yer üzündə bərqərar edəcək. The city Bilirsiniz, was destroyed. maraqlıdır ki, böyük The şəhər great dağıdılır. whore of Revelation Böyük 17 fahişə, has been judged 17-ci and she fəsildəki is no fahişə more. mühakimə olunub, artıq But yox the olacaq. church continues Amma on. kilsə davam edir. 19-cu fəsildə Məsihlə bərabər yer üzünə gəlir. Yeah, we may fail, but Biz Jesus səhv restores edə bilərik, us, günah işlədə forgives bilərik. us, Amma gives İsa grace Məsih to bizi us, bağışlayır, bizə and we go bərpa forward. verir və bizə lütf verir. Belə ki, biz ayağa qalxıb, üstümüzdən tozu çırpıb, irəli getmək üçün güc verir. Amen. Amin. Amin.